Hər zaman biz Allahın huzurundayıq və bu huzur müqəddəs bir huzurdur və bu huzurun deyir ədəbinə riayət elə. Aləm Allahın huzurundadır. Allahın huzurunda deyir günah etmə. İmam Sadiq əleyhissalam buyurur ki, Allaha asi çıxan Allahı sevməyibdir. Mümkün deyil biri Allahı sevsin və Allaha da asi çıxsın, günah eləsin. Deyir, bu mümkün deyil. Günah edirsə demək biz Allahı sevmirik. Yalandır bizim sevgimiz, həqiqi deyil. Niyə? Sonra imam bu beytləri oxudu. Dedi, Allahın sevgisini aşkar, izhar etdiyin bir halda Allaha asi çıxırsan. Bu çox qeyri-mümkün bir məsələ və qəribə bir işdir. Sən həm sevəsən, həm də ona asi olasan. Əgər sənin sevgin sadiq olsaydı, doğru olsaydı Allaha itaat edərdin. Niyə? Çünki sevən sevdiyinə itaat edər. Ona görə də Əmir əl-Möminin əleyhissalam buyurur ki, Allah Teala əgər günaha görə cəzanın vədini verməsəydi belə, günah üçün cəzaları təyin etməsəydi belə, yenə də deyir, Allahın bəxş etdiyi nemətlərə şükür olaraq, təşəkkür olaraq günah edilməməlidir. İnsan Allaha asi çıxmamalıdır. Hətta məsələn Allah deyir, bu cəzaları təyin etməsəydi belə, gərək Allahın bizə bəxş etdiyi bu nemətlər müqabilində şükür olaraq, təşəkkür olaraq Allahın bir kəlməsindən çıxmayaq, itaətindən çıxmayaq. O yüzden nəfsin tərbiyəsində ən əsas məsələ günahlardan qurtulmaqdır. Günaha bağlılıqdan qurtulmaqdır. Və Ramazan ayı ən gözəl fürsətdir ki, insan günahlardan, pis əməllərdən xilas ola bilsin, qurtula bilsin. Allah Teala bizi günah əməllərdən, çirkin əməllərdən uzaq olan qullarından qərar versin inşallah.